Salam, sizlə Aqil Rəhimovdur. Bugün çox vacib bir məsələyə toxunmaq istəyirəm. Ötmə ilə üstələmənin fərqindən. Çox sürücülər bunu qaçışdırırlar. Yol polisi də saxlayanda dəqiq bilmirlər ki, onlar ötmə qaydalarını pozublar ya yox. Gəlin başlayaq. Ötmə zolağı dəyişərək bir və ya bir neçə nəqliyyat vasitəsini üstələməkdir. Bəs üstələmə nədir? Üstələmə zolağı dəyişmədən daha böyük sürətlə qonşu zolaqda hərəkət edən nəqliyyat vasitələrinin yanından keçib getməkdir. Sağdan ötməyə icazə verilmir. Yalnız bir halda icazə verilir ki, qarşıdakı maşının sürücüsü yol ayrıcında dönmə ışıqlarını yandırıb sola dönürsə, artıq manevrə başlayıbsa, onu sağdan ötmək olar. Bütün bu variantları, ötməni, üstələməni göstərmək üçün bir neçə video sizə təqdim etmək istəyirəm. Gəlin başlayaq. Birincisi, soldan ötmə, deməli, zolağı dəyişərək ötmə. Diqqətlə baxın. İndi isə üstələmə videosuna baxaq. Bildiyiniz kimi üstələmə həm sağdan, həm soldan mümkündür. Hərəkət edən nəqliyyat vasitələrini həm sağdan, həm soldan üstələmək olar. Zəhmət olmasa bu videoya baxın. Deməli, soldan üstələmə, sağda gedən maşınları soldan üstələmə. Bu qayda pozuntusu deyil və buna görə cərimə düşmür. İndi isə üstələmənin o biri variantına baxaq. Sağdan üstələmə. Maşınlar solumuzda gedir daha yavaş sürətlə. Biz onları zolaq dəyişmədən sağdan üstələyirik. Bir variant da var. Bəzən sürücülər mənə müraciət edirlər ki, Aqil müəllim, bəs qabağımıza gedən avtomobil çox yavaş gedirsə ən sol zolaqla, bunu sağdan necə ötək? Cərimə yazacaqlar axı. Sağdan ötmə qadağandır. İndi bu videoya baxacaqsınız. Bunun yolu çox sadədir. Tutaq ki, sol zolaqda sizə mane olaraq avtomobil hərəkət edir, yavaş sürətlə hərəkət edir. Axı belə sürücülər var. Hansı ki, 100-110'luk yolda 70 ilə telefondan danışa gedirlər və yaxud burunlarını qurdalaya gedirlər. Nə etməli? Onda biz indi sizə göstərəcəyim videodakı kimi sağ zolağa keçirik, yəni həmin avtomobildən sağ zolağa keçirik, amma o dəqiqə üstələmirik. Çünki biz sağ zolağa keçib onu üstələsək, bu ötmə sayılacaq. Zolağı dəyişərək sağdan ötmə sayılacaq. Bunun 40 manat cəriməsi var. Onda nə edirik? Biz sağ zolağa keçirik, həmin maşınla bərabər hərəkət edirik ya ona çatmamış, amma onu ötmürük. Bir müddət, hardasa 30 saniyə, 1 dəqiqə onu üstələmirik. Ondan sonra onun yanından keçib gedirik. Daha yüksək sürətlə. Bu üstələmə adlanacaq. Yəni biz ötmə prosesini 2 yerə bölürük də, ötmə etmirik, qanunları pozmuruq. Sağ zolağa keçirik, bu bir proses. Ondan sonra bir müddət həmin avtomobili ötmürük. Ondan sonra bir 30 saniye, 40 saniyeden sonra biraz vaxt keçməlidir. Biz onu üstələyirik. Və axırıncı nəyi demək istərdim? Heyf ki, bizim qanunlarda, qaydalarda üstələmə sözünə rast gəlməyəcəksiniz. Rus qaydalarında ötmə anlayışı da var, abqon. Üstələmə anlayışı da var, aperejeniya. Əfsus ki, bizim qanunlarda üstələmə sözünü yaddan çıxardıblar, onu nə əvəz ediblər? Yandan keçmə sözü ilə. Amma bu düzgün deyil. Yandan keçmə tərpənməz maneənin yanından keçib getməkdir. Ümid edirəm ki, bu yaxınlarda yenə də yol hərəkəti qanunlarına dəyişiklik olanda mütləq qaydalara üstələmə, aperejeniya terminini salacaqlar. Diqqətinizə görə sağ olun.